Dəyərli izləyicilər, Masazırda əsas yola yaxın bir ərazidə, İrşad Telekoma yaxın, əsas yola yaxın, əsas yolun ümumi arası bir 200 metrə məsafədə yaxınlıqda 2 nömrəli məktəb də var. Qapısına kimi asfalt olan, kupçası olan, şəxsi özü üçün inşa olunmuş 3 otaq. 3 otaq evdir, həyətin bu hissəsində ayrıca çöl-çöl nəzərdə tutulmuş ayaq yolu üçün yerdir. Sadəcə istifadə olunmur da, belə bu qaydada qalıb. Qaz su işıq və kanalizasiya var, evin üz görünüşünü görürsünüz. Evimiz bir daha vurulub, şəxsi tikilidir, qoşa daşdır. 10 ilin evidir. Sadəcə satışa qoyulub deyək. İçinin təmiri yenilənib. Çox gözəl bir təmiri var. Daha doğrusu səliqəli bir təmirindəndir. Yerdən də kürsülüdür. Ümumi hesabla 2 daş. Evin yanına arxasından keçmək də olur. Daxil olmuşuq dəhliz hissəsində. Sol tərəfdə bizdə belə bir mətbəxdir. Mətbəxini də görürsünüz. Mətbəxin özünə ayrıca belə bir pəncərəsi də var. Giriş qapıları tam yenidir. Mətbəxin ümumi görünüşü bu qaydada satılır. Yəni mətbəx mebelidir, kombisi yoxdur bu evin. Alıcı üstənliyi onu alıb quraşdıracaq. Bu yerlərdə, yəni Masazırın bu hissəsində torpaq çox bahadır. Bir daha vurğulayım, sonra qədər cüt daşla tikilir. Bax, hamam otağından da bilinir. Yəni bir daha vurğulayım, 10 ilin evidir, 10 ilin. Dəhliz vasitəsilə otaqlar paylanılır. Tam hamısı görsənir. 3 otaqdır. İstərdim sizə bu hissədə belə bir qonaq otağı üçün nəzərdə tutulmuş bir hissəsidir. Kombi xəttləri çəkilib. Kombi xəttləri var. Sonra qədər cüt daşla tikilib. Yəni istəyə uyğun olaraq burada otaqlarda dəyişiklik eləmək olar. Yəni nə mənada dəyişiklik eləmək olar? Yəni qonaq otağının yerini hər hansı bir otaqdan əvəz eləmək olar. Burada ikinci bir otaqdır. Məsələn bu otaqda qonaq otağı eləmək olar. Evin arxası bu evə aiddir. Hasarı var. Qiymət 88 min manatdır. Demək olar ki, son qiymətdir. Çox cüzi bir endirim olunacaq. Hamam otağını göstərdim. Və bu da sonuncu yataq otağıdır. Qiymət 88 min manat. Masazır qəsəbəsi əsas yola yaxın. Ola bilər ilk olaraq belə qiyməti işləndə sizə təəssürat ola bilər ki, baha gəlsin. Amma Masazırın bu hissəsində torpaq çox bahadır. Bu da ümumi hesabla 1,5 sota yaxın torpağın üzərində inşa olunub. Şəxsi tikilidir və qoşa daşdır. Onu da unutmayaq. 10 ilin evidir. Adəti üzrə belə evlər axtaranlar çox olur. Qaçırmağa dəyməz. Dama çıxış hissəsi də bu hissədədir.